Hər vaxtınız xeyir dostlar. Polşada neçə illərdir ki, uşaq pulu ödənilir. Bu proqramdan hətta əcnəbilər də yararlana bilərlər. Amma yeni qaydalar bir çoxlarını uşaq pulundan məhrum eləyəcək. Söhbət hansı dəyişikliklərdən gedir? Ümumiyyətlə Polşada 800 plusdan kimlər yararlana bilər? Videonu sona qədər izləyin, hər şeyi danışacağam. Polşada əhalinin azalması, eləcə də doğum sayının aşağı düşməsi hökuməti hərəkətə keçirib. Bu məqsədlə 18 yaşına qədər hər kəsə uşaq pulu təyin edilib və onun valideyninə ya da ki, qanuni himayəçisinə ödəniş olunur. Ötən ilə qədər Polşada uşaq pulu 500 zlot idi. Son bir ildə isə bu rəqəm 800 zlota qədər artırılıb. Ailədə istər 10 nəfər uşaq olsun, hərəsinə 800 zlot düşür. Bu proqramdan yararlanmaq üçün sizin karta pobutunuz, yəni Polşada müvəqqəti yaşayış kartınız olmalı, eləcə də övladınız Polşada yaşamalıdır. Əgər karta pobutunuz yoxdursa, buna görə dərd çəkməyə dəyməz. Müraciət elədiyiniz vaxtdan sizin üçün uşaq pulu hesablanır. Kartanızı əlinizə alanda aidiyyəti orqanlara müraciət edirsiniz və müraciət elədiyiniz gündən nə hesablanmışdısa, hamısı sizin hesabınıza oturulacaq. 800 plus üçün hər il müraciət eləmək lazımdır. Bu adətən fevral ayında başlayır, may ayında bitir. Maydan sonra da müraciət eləmək olar, amma belə də ödənişlər bir qədər gecikə bilər. Müraciət üçün onlayn şəkildə ZUS profilinizdən qeydiyyatdan keçə bilərsiniz. Əcnəbilər bu proqramdan yararlanmaq üçün hansı sənədləri təqdim etməlidirlər? Polşaya aid aktiv viza və ya karta pobutu, əgər bunlar da yoxdursa, kartanızı gözləməyinizə dair bir sənəd, ailə vəziyyəti ilə bağlı sənəd, uşaqların doğum şəhadətnaməsi və bəyannamə. Polyakça olmayan bütün sənədlər andlı şəkildə tərcümə olunmalı və apostil olunmalıdır. İyun ayının 1-dən isə 800 plusla bağlı məhdudiyyətlər olacaq. Polşa məktəblərində təhsil almayan uşaqlar bu ödənişlərdən məhrum olacaq. Daha bir təklif var, amma bu hələ parlamentdə müzakirə olunur. Bu təklif ondan ibarətdir ki, əgər valideyn və yaxud da ki, qanuni himayəçi qanuni şəkildə Polşada işləmirsə, vergi ödəmirsə, o zaman həmin ailəyə 800 plus düşməyəcək. Bundan başqa Polşada məktəblilər üçün illik 300 zlot da ödənilir. Polşada uşaq pulu ilə bağlı əlavə sualınız varsa, şərh bölməsində yazın, mütləq şəkildə cavablandıracağam.